İzleyicilere sual. Sizcə, sevimli komandanızın uğursuzluğu sadəcə oyunla bağlıdır, yoxsa doğrudan da cadu tilsim işi ola bilər? Top qapıya girmir, şans yoxa çıxıbsa, bəlkə bir falçıya baxdırmaq vaxtıdır. Cavabları şərhlərdə gözləyirik. Neftçinin baş məşqçisi Samir Abbasov Misli Premier Ligasının 6-cı turunda Karvanla 0-0 hesablı heç etdikləri oyundan danışıb. Gol az xəbər verir ki, o, maçdan sonra keçirilən mətbuat konferansında deyib, bu vaxta kimi bir epizod vermədən gol vura bilməyib itirdiyimiz hallar həqiqətən üzücüdür. Bugün daha çox üzücüdür. Son oyunlara baxsaq, bu qədər templi, dinamik oyun görməmişdim. Futbolçulardan çox razıyam. Hal itirsək də belədir. Üzücüdür, biz daha çox üzülürük. Futbolun maraqlı tərəfi odur ki, bu qədər epizod yaradırsan, ancaq gol vura bilmirsən. Müdafiəyə oturmuş rəqibə qarşı oynadıq. Dərsliklərdə nə tələb olunursa, hər şeyi etdik. Uzaqdan zərbələr, cinahlardan hücumlar. Arxaya oturmuş komandaya qarşı etməli olacağınız hər şeyi etdik. Bəxtsizlik. O qədər üzülürüksə, bunun izahını və cavabını tapa bilmirik. Bundan sonra da belə oynamalıyıq. Qollar gələcək. Son oyundan sonra ümidliydik ki, tilsim qırılır. O qədər epizodlara girdik. Digər oyunlara baxırıq, küncdən zərbədən ötürmə verilir, gol olur. İzahı olmayan mətbuat konferansıdır, söz tapa bilmirəm. İmad Farac sanki köhnədən zədə alıb və çox mübarizəyə girmir. Aqressivliyi çatmır. Zədəsi var idi, amma səbəb bu deyil. Faracı tanıyırıq, məşqlərdə xarakterli, aqressivdir. Cərimə etmək qorxusu var idi, çünki hər foul bizə tərəf olan cərimə zərbəsi ilə yekunlaşırdı. Oyuncularımız da bunu başa düşürdü. Bəlkə ona görə kontakta girmirdilər. Düşünmürəm ki, zədədən qorxusu var. Bitirici hücumçunuz yoxdur, bunu hiss edirsiniz. Komanda ətrafında forward məsələsi çox danışılır. Bugün wingerlərimiz digər oyuncularımızın girdiyi epizodlar gol olsaydı, hücumçunun olmaması məsələsini kölgəyə salardı. Müdafiəçilərimiz də gol epizodları yaradır. Təbii ki, bu problemin olduğunu bilirik. Buna baxmayaraq, Basalla Sambuya və Ağadadaş Salyanskiyə ümidimiz çoxdur. Komanda şəklində gollar vursaq, bu söhbətlər bitər. Seleksiya komandamız isə təkcə hücumçu yox, ümumiyyətlə daim axtarışdadır. Bir neçə turdur ki, Neftçiyə qarşı kobud hakim səhvlər var idi. Klubun hər etirazından sonra sanki daha da çoxalır və hakimlərdə sizə qarşı antipatiya yaranır. Bu haqda fikriniz necədir? Bu oyunun içindəydim, çox üzülmüşəm, nə cavab verəcəyimi bilmirəm. Hakimliklə bağlı 3-4 turdur danışıram. Vincent Abubakar mövzusu nə dərəcədə realdır? Onun hansı səviyyədə oyuncu olduğunu bilirsiniz. Söhbətlər getmədiyini deyə bilmərəm. Hətta 1-2 forward da var ki, onlarla danışıqlar gedir. Ümid edirik ki, söhbətlərin sonluğu yaxşı bitər. Söhbətlər gedir. Amma futbolçu bura gəlib müqavilə imzalayıb, yeni komandasının formasında fotosu yayılmayınca nəsə demək tezdir. Bugün çox sakit görünürdünüz, özünüzü hazırlamışdınız. Komandanın özü səbəb yaratmırdı ki, nəsə emosiya göstərim. Hər şey qaydasında gedirdi. Futbolçular yaxşı futbol oynayırdı. Çılğınlığım nəyi dəyişə bilərdi? Sakitçiliyin səbəbi bu idi. Hakim nəinki oyunu, məni də susturdu. Oyunu bu qədər saxladı. Matthew İfanya transferi açıqlandı. 7 aydır ki, oyanmır. Nə vaxt hazır olacaq? Bunu bilirdik. Onun son klubu Sürixdir. O, fərdi məşqlər edib. Komanda şəklində məşqlərdən uzaq olduğu üçün ritimdən çıxır. Dəqiq gün deyə bilmərəm. Kimisə 5 günə, kimisə 10 günə formaya düşə bilər. İnanırıq ki, milli fasilələr zamanı onu hazır duruma gətirmək imkanımız olacaq. Yayda transfer edilən futbolçular arasında narazı qaldığınız, gözləntiləri qarşılamayan oyuncular var. Məsələn, Vargas, Kurçi. Vargas'ı tərifləyirəmsə, çoxları da tərifləyir. Ondan istədiklərimizi edir. Biz bu günləri Vargas'dan danışırıqsa, deməli ona və digər oyunculara da vaxt lazımdır. Əsla və əsla heç bir futbolçudan narazılığımız yoxdur. Onları anlayırıq. Daha yaxşı işlər görmək potensialları var.